Əziz həmvətənlər, mənim də təmsil olunduğum Haqq Ədalət Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı siyasi spektrin müxtəlif tərəflərini təmsil etməklə cəmiyyətdə mövcud olan müxtəlif baxış bucaqlarının nəzərə alınmasını təmin edə bilər. Müxalifət və iqtidar partiyalarının əməkdaşlığı daha geniş konsensuslu qərarların qəbuluna gətirib çıxara bilər. Yəni, müxtəlif siyasi baxışlar və maraqlar nəzərə alınaraq daha çox sayda insanların maraqlarını əks etdirən qərarlar qəbul olunar. Cəmiyyətə müsbət enerji vermək baxımından bir sıra potensial faydalar daşıya bilər. Məsələn, bu siyasi dialoqun daha yetkin və konstruktiv olmasına kömək edə bilər. Fərqli partiyaların birgə işləməsi, vacib qərarların qəbuluna, vətəndaşların müxtəlif maraqlarının daha yaxşı təmsil olunmasına gətirib çıxara bilər. Bu, cəmiyyətdə sabitliyi və əməkdaşlığı təşviq edərək ümumi rifahın artmasına da töhfə verə bilər. Xalqın Haqq Ədalət Partiyası ilə Yeni Azərbaycan Partiyasının əməkdaşlığından müsbət gözləntiləri əsasən dayanıqlı inkişaf, sosial ədalətin möhkəmlənməsi və vətəndaşların rifahının artması ilə bağlı olur. İnsanlar bu əməkdaşlıqdan problemlərinə hər tərəfli həllər, cəmiyyətdə ədalətli şəraitin yaradılmasını və daha yaxşı həyat şansları gözləyirlər. Bu əməkdaşlıq müxtəlif baxış bucaqlarını və təcrübələri bir araya gətirərək daha çevik və geniş əsaslara söykənən qərarların qəbuluna kömək edə bilər. Mən partiyamızın siyasi xəttini bəyənirəm, dəstəkləyirəm və hesab edirəm ki, Haqq Ədalət Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı özü xalqa xidmətdir. Hörmətlə, Bilal Həsənov, Haqq Ədalət Partiyası Gəncə Regional Mərkəzi.